Salam əziz dostlar. Biz danışmışdıq ki, təkəbbürlük ağır, böyük xəstəliklərdəndir. Müalicəsi də çox çətindir. İnsanı həm Allahdan uzaqlaşdırır, həm də insanı insanlardan uzaqlaşdırır. İnsanların əksəriyyəti təkəbbürlü insanları sevmir. Bu təkəbbürün əsas qaynaqları 3 səbəbdən qaynaqlanır. Bugün birini deyəcəm. İnsanın nəfsinin qabarması. İnsan özünü həddindən artıq uca görəndə. İnsan özünü başqalarının üstün hesab etməsi təkəbbürün əsas qaynağıdır. Nəfs deyir ki, mən hamıdan yaxşıyam. Bu düşüncəni pıçıldayır insana və insanı lovğalığa gətirib çıxarır. Quranda iblisin təkəbbürü də belədir. Mən ondan ya da Adəmdən üstünəm. Çünki məni oddan yarattın, onu isə palçıqdan. Bu təkəbbürün ilk və ən təhlükəli növüdür. Hələ qaynaqların birini dedim. Növbəti videolarda da inşallah başqa digər qaynaqları da sizə deyəcəm. Allah Teala bizi təkəbbür sifətindən uzaq eləsin.